Bugün 28 aprel istilasından, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 106 il ötür. Azərbaycan Xalq Cümhuriyyəti tək Azərbaycanda deyil, bütün şərqdə ilk demokratik respublika idi. Ancaq o cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də ölkədə Sovet hakimiyyətinin qurulması məqsədi ilə Rusiya Federativ Sosialist Respublikasına məxsus 11-ci Qızıl Ordu və Volqa-Xəzər hərbi donanması Azərbaycanı işğal edib. Bununla da respublika süqut edib. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən dırnağa qədər silahlanmış ordu ilə gəlmişdi. Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-nədək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Azərbaycan Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.